Üçüncü suala 140 sualda sürəti yaza bilərik. Deməli, sürəti yaza bilərəm. X kubu 3x'i parçalayıram. 2x kvadratı üstəgəl x kvadratı plus 4x plus 4 kimi. Bölünsün məxrəci hərəşə olduğu kimi yazaq. Bərabər. Bu ikisini bir qruplaşdırıb, bu ikisini bir. Onda sürətdə x kvadratdan çıxarsam olur x plus 2. Üstə gəlsin. X kvadrat üstə 4x plus 4-də x plus 2-nin bağlanmış kvadratı. Sürətdə x plus 2-lər yarandı. Onda məxrəcdə də bu ikisini bir qruplaşdırıb. Y-i çıxarsam qalır x plus 2. Mənfi x ilə mənfi 2-dən də mənfini çıxarsam qalır x plus 2. Məxrəc oldu x plus 2-ni çıxarsaq y minus 1. Sürətdə də x plus 2 çıxarsaq qalır x kvadratı. Deməli, üstə gəlsin x, üstə gəl 2. Bunlar gedir. O da olacaq x kvadrat üstə gəl x plus 2 bölünsün y minus 1. A bəndi. Buna parçalarım x kubu çıxılsın x minus 4x plus 2 kimi parçalayaq. Bu da bərabərdir. X kubu çıx 4x-i 1. Mənfi x plus 2 bu şəkildə yazaq. Buradan da bunun ikisindən x-i çıxarsam qalır x-in kvadratı çıx 4. Buradan mənfini çıxarsam x minus 2. Bu da bərabərdir. X vurulsun x kvadrat çıx 4-dür. X minus 2 x plus 2 kimi yazaq. Çıxılsın x minus 2. Hər ikisinin tərkibində x minus 2 var deyə x minus 2-ni çıxardıram möhtəzi xaricini. Birinci qalır x vurulsun x plus 2. İkinciden də 1. Bu da bərabərdir. X minus 2 vurulsun. Bu möhtəzəni vurub atsa x-in kvadratı plus 2x çıx 1. Deyir ki, vuruqlarından biridir. Baxsa x minus 2 yoxdur. X-in kvadratı plus 2x çıx 1 y bəndi. 146-cı suala baxıram. 4a kubu üstə gəlsin 4ab üstə 4 çıxılsın a kvadratı b çıx b üstə 5 bərabərdir 0 olarsa a kubu üstə b kvadrat bölü ab ifadəsinin qiymətini tapın. Burada baxaq. Buradan deməli bu ikisini bir qruplaşdıraq. Bu ikisini bir. Bundan bunu da bir. A kvadratını çıxarsam 4a çıx b qalır. Üstə gəl. B üstə 4-ü çıxarsam 4a çıx b. Hər ikisində qaldı 4a çıx b. Ortaqdır. 4a çıx b-ni də ortaq vurub möhtəzə xaricini çıxarsaq qalır a kvadratı plus b üstə 4. A kvadrat plus b üstə 4 bərabər ilə 0-a. Buradan da baxırıq ki 4a minus b bərabərdir 0-a, b bərabərdir 4a-ya. A kvadratı plus b üstə 4 0 olsa a kvadrat bərabər mənfi b üstə 4, yəni bu mümkün deyil. Ona görə tək bunu 0-a bərabər elədik. Gətirib yerinə yazaq. Bizə deyir ki a kvadrat üstə gəl b kvadratı böl ab-ni tapın. Bu da a kvadratı üstə gəl b-nin yerinə 4a yazsa olacaq 16a kvadratı bölünsün a vur 4a. Bu da eləyəcək 17a kvadratı bölünsün 4a kvadratı. 4a kvadrat. A kvadratlar getdi. 17-ni də 4-ə bölünür. 4 tam 4-də 1 eləyir. O da 4 tam %25. Deyir bəndə. Baxıram 147-ci suala 9x kvadratı üstə gəlinsin 12x üstə gəl k. 350-si 250-nin kvadratı olar. Bunu yazıram 3x-in bağlanmış kvadratı. 12x-i parçalarım 2 vurulsun 6x kimi üstə gəl k. Vuruqların biri 3x-dirsə onda deməli vuruqların biri 3x-dir onda 2 vurulsun 6x-i də parçalayıram 2 vurulsun 3x kimi. Üstə gəl k. Deməli, onda birincinin kvadratı, birincinin ikinci ihası 2 misli. Deməli, vuruqlarımızın biri 2-dir, biri 3x-dir. K da burada nə olacaq? 2-nin kvadratı, yəni 4. B bəndi. 148-ci suala baxıram. X kvadratı çıx 3x üstə gəl 1 bərabər 0 verir. Bizə deyir ki, x kubu üstə gəlinsin. Bu yana 1 bölü x kubu yazıram. Üstə gəl. X kvadratı üstə gəlinsin 1 bölü x kvadratı.
üstəgəl x üstəgəl 1 bölü x-i tapın deyir. Deməli biz həm 1 bölü x üstəgəl 1 bölü x-i, x kvadrat üstəgəl 1 bölü x kvadrat və x kub üstəgəl 1 bölü x kubun tapmalıyıq. Bunun üçün x kvadratı çıx 3x üstəgəl 1 bərabər 0-dan x kvadrat üstəgəl 1 bərabər 3x-a, hər tərəfini x-ə bölsəm x üstəgəl 1 bölü x bərabər 3-ə. Deməli x üstəgəl 1 bölü x-i tapdıq 3. İndi x kvadrat üstəgəl 1 bölü x kvadratını tapaq. Bunun üçün bu verilən ifadənin kvadratı yüksəldərəm. Deməli bu ifadəni yüksəldərik kvadrata. Bu deyir x kvadrat üstəgəl 1 bölü x-in kvadratı üstəgəl birincinin ikinci yaxasını ikimiz 2 vur x vur 1 bölü x bərabərdir 9-a. Burada x-lar gedir. Alırıq ki x kvadrat üstəgəl 1 bölü x kvadratı 9-dan 2-ni çıxanda 7. Deməli bunu da aldıq 7. Bunu da tapdıq 7. Baxaq. Burada x üstəgəl 1 bölü x bərabər 3. İndi kubu. X kubu üstəgəlsin 1 bölünsün x kubunu tapaq. Bunun üçün də bunu kublara ayırsam. X üstəgəl 1 bölü x vurulsun. X kvadrat üstəgəl 1 bölü x kvadrat çıxılsın. X vurulsun 1 bölü x. Bu da bərabərdir. X üstəgəl 1 bölü x-i tapmışdıq 3 vurulsun. Kvadratını tapmışdıq 7. Çıxılsın bunlar da gelir 1. 3 vurulsun 6 olacaq 18. Kubunu da tapdıq 18. Bu da belə. Buranı da silək. Deməli bizim misalımız oldu 18 üstəgəl 7 üstəgəl 3. Bu deyəcək 28. Bəndi. Baxıram 160-cı suala. A kvadrat üstəgəl 3-ün kvadratı üstəgəl b minus 2-nin kvadratı çıx 3. İfadə ən kiçik qiymətini tapın. A kvadrat üstəgəl 3-ü 0-a bərabər eləyə bilmirik. Çünki a kvadratı bərabər -3 olur. Ona görə biz burada yalnız a kvadratına 0 deyəcəyik. Onda 0 üstəgəl 3-ün kvadratı üstəgəl burada b minus 2-ni 0-a bərabər edə biliriksə, yəni b2 qiymətinə, deməli buna bütöv şəkildə 0 veririk, çıx 3. Bu deyir 9 çıx 3 olacaq 6. 160-cı sual cavab oldu 6. Baxıram 161-ci suala. Deyir x və y natır ədədlərdir. Y bərabərdir 10 çıxılsın 12 böl x. Tənliyi ödəyən neçə fərqli y var? Natır ədədlərdirsə deməli. Onda burada x-in olacaq 12-nin bölənləri. 1, 2, 3, 4, 6, 12. X-in yerine 1 qoysaq, y bərabər 10 çıx 12. Bu eləyir -2. Natural olmur. Y bərabər 10 çıxılsın. X-in yerine 2 qoysaq 12 böl 2 eləyəcək 10 çıx 6, 4. Ödəyir. X-in yerine 3 qoysaq, y bərabərdir 10 çıx 3 qoyanda 12 3-ə bölünür 4 olur 6 ödəyir. X-in yerinə 2 də ödədi, 3 də ödədi. 4 qoysaq 10 çıx 12 böl 4. Bu da eləyir 7. Ödəyir. 4 də ödədi. X-in yerinə deməli 6 qoysaq 12 böl 6. Bu da 8 eləyir. Bu da ödədi. X-in yerinə 12 qoysaq 10 çıx 12 böl 12. Bu da eləyir 9. Bu da ödədi. Deyir ki, x və y natır ədədləri tənliyi ödəyən neçə fərqli y var? Neçə fərqli y oldu? 1, 2, 3, 4, 5 dənə. 163-cü suala baxıram. A-2-nin kubu üstəgəl bx üstə 4 üstəgəl 5x kvadratı üstəgəl 2. Çox hədlisinin dərəcəsi 2 olarsa a plus b cəmini tapın. Dərəcənin 2 olması üçün baxırıq burada dərəcə deməli 4-dür. 4. Çünki bu x-dan asılı bir çox hədlidir. Ona görə x-in dərəcəsinə baxırsınız. Dərəcə 4-dür. Amma bizə deyir dərəcə 2 olsun. Yəni ona görə deməli burada b nə olacaq? B 0 olacaq. B olacaq 0. Və burada əvvəli düşməyib deyəsən. B olacaq 0. Onda B 0-dırsa dərəcənin 2 olması üçün A-2 də bərabərdir 0. Burada da 3 var deyə A olacaq 2. A plus B də olacaq 2 plus 0, yəni 2. Burada ilə A və B-dən asla çox həddir deyə. Həm A-ya baxırsınız, həm B-yə. B 0 olan dərəcə 2 olur. A da 2 olan deməli
dərəcənin 2 olması üçün 4-cü dərəcəni 3-cü dərəcəni 0-a çevirməliyik. Ona görə B0 olsa 4-cü dərəcə olmaz və A2 olsa 3-cü dərəcə olmaz. Cəmi eləyəcək 2 plus 0, yəni 2. Baxıram 165-ci suala. Kəsrinin A-nın neçə tam qiymətinə, kəsrin qiyməti tam ədəddir. Baxaq. Buradan vuruqlarını ayıraq. 3-ü çıxardıram. A plus 7. Məxrəcdə də köklər cəmi mənfi 2, hasili mənfi 35. Onda olacaq mənfi 7 ilə 5. A plus 7, A minus 5. A plus 7-lər ixtisar gedir, yəni A fərqli olmalıdır mənfi 7-dən. Bunu qeyd edək. Bərabər olur 3 bölünsün A minus 5-ə. Burada deyir ki, A-nın neçə qiymətində kəsrin qiyməti tam ədəddir. Kəsrin tam ədəd olması demək 3-ün tam bölənləri olmalıdır. Müsbət mənfi 1, bir də müsbət mənfi 3 ola bilər. Məsəl üçün, A minus 5 bərabər 1 olsa A olacaq 6. A minus 5 bərabərli mənfi 1 olsa A olacaq 4. A minus 5 bərabərli mənfi 3 olsa A olacaq 2. Və A minus 5 bərabərli 3 olsa A olacaq 8. Bu şəkildə. Baxaq 165-ci suala. 165-ə baxdıq. Baxaq 166-ya. 166-da A bərabərdir 75-in kvadratı çıx 15-in kvadratı çıx 39-un kvadratı üstə gəl 21-in kvadratı. Olarsa A ədədinin kiçik, A ədədindən kiçik və ilə qarşılıqlı sadə ədədlərin sayını tapın. Burada nə edərik? Bunu sadələşdirək. Bunları 2-2 qruplaşdıraq. Bu şəkildə qruplaşdırsam 75-in kvadratı çıx 15-in kvadratı bir də çıxılsın 39-un kvadratı çıx 21-in kvadratı şəklində. Bu deyil. 75 çıx 15, 75 plus 15. Çıxılsın 39 çıx 21, 39 plus 21. Bu da bərabər. Demək 60 vurulsun. 75-in üstü 15 gəndə olacaq 90. Çıxılsın. Deməli 15, 18 vurulsun. 18 vurulsun. 39-un üstü 21 gəndə 60. 60-ı yenidən çıxarsaq 90 çıx 18. Bu denəyəcək 60 vurulsun. 90-dan da 18 çıxanda 72. Bunu da vuruqlarını ayırsaq 60-ı yaza bilərik. 2-in kvadratı vur 3 üstə 1 vur 5 üstə 1 kimi. 72-ni də yaza bilərik. 2-nin kubu vur 3-ün kvadratı kimi. Bu deyəcək 2 üstə 5, 3 üstə 3, 5 üstə 1. Buradan aldıq ki, bizim A ədədimiz A-mız bərabərdir 2 üstə 5. Deməli 2-in üstündə 5, 3-ün üstündə 3, 5-in üstündə 1. Bundan kiçik, bundan qarşılıqlı sadə olan ədədlərin sayını tapanda A-nın özü vururduq. Yəni 2 üstə 5 vurulsun 3 üstə 3 vur 5 üstə 1-i vururduq 1 çıx 2-də 1-ə, 1 çıx 3-də 1-ə və 1 çıx 5-də 1-ə. Bu da eləyəcək 2-nin üstə 5 vur 3-ün üstə 3 vur 5 üstə 1 vurulsun 2-də 1 vur 3-də 2 vur 5-də 4. Buradan bunlar getdi. Bu 5 ilə bu 5 getdi. 3-ün 1 ilə getdi. Qaldı 2 üstə 5 vurulsun 3-ün kvadratı vur. Burada da 4 qalır. Bu da bizə verir ki 2 üstə 5 vurulsun 3-ün kvadratı vur 4 də yazıram 2-nin kvadratı kimi. Olacaq 2 üstə 7 vur 9. Yəni 128 vur 9. Bu da bərabər olacaq. Bunu siləyək. 1152. Baxaq 167-ci suala. 167-də A plus B cəmi 6 verib. A plus B bərabərdir 6-ya. A vur B bərabərdir 7.
Deyir A kubu üstə gəl B kubu, A kubu üstə gəl B kvadratını tapın. A kubu üstə gəlsin B kubu, bölünsün A kvadrat üstə gəl B kvadratı. Buradan da A plus B, A'nın kvadratı çıx AB üstə gəl B kvadrat. Bölünsün A kvadrat üstə gəl B kvadratı. Buradan da baxırıq. A plus B'miz var. A üstə gəl B'miz 6'dır. Bizə bir də A kvadrat üstə gəl B kvadrat lazımdır. Bunun üçün bunun hər tərəfini kvadratı yüksəldərəm. A'nın kvadrat üstə gəl B'nin kvadratı plus 2AB bərabərdir 36'ya. A kvadrat üstə gəl B kvadrat üstə gəl. AB'miz 7'dir. 2'yə də vuranda 14 bərabərdir 36'ya. A kvadrat üstə gəl B kvadratı bərabərdir 36'dan 14 çıxanda qalacaq 22. Bu şəkildə. Gətirək hamısı yerinə yazaq. A plus B'nin yerinə 6. A kvadrat üstə gəl B kvadratın yerinə 22. Çıxılsın AB'miz 7. Bölünsün 22. Bu da eləyəcək. 6 vurulsun. 22'dən 7 çıxanda qalır 15. Bölünsün 22. 2 xısar gedir 3. 2 xısar gedir 11. Olacaq 11'də 45. Baxıram 168'in suala. 2x plus 1 3x minus 2 bərabərdir ax kvadrat üstə gəl bx plus c. Olarsa ABC cəmini tapın. A üstə gəl B üstə gəl c-ni tapaq. Bunu vurub açıram birinci tərəfini. Vurub açanda 6x kvadratı çıx 4x üstə gəl 3x minus 2 bərabərdir ax kvadrat üstə gəl bx plus c-yə. Buradan da 6x kvadratı çıxılsın x minus 2 bərabərdir ax kvadrat üstə gəl bx plus c-yə. Onda a olacaq 6. X-in əmsalı burada b-dir, burada mənfi 1'dir. B olacaq mənfi 1. Sərbəst c-dir, sol tərəfdə də mənfi 2'dir. C də olacaq mənfi 2. Cəmi də deyəndə 6, 1, çıx 2. Bu da eləyəcək 3.